Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul edib. Bu, Milli Məclisin bugün keçirilən plenar iclasında Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyəti ilə bağlı yaradılan komissiyanın hazırladığı qərar mətnində öz əksini tapıb. Daha ətraflı məlumatları birbaşa bağlantıda olan əməkdaşımız Südabə Cahangirli bizə çatdıracaq. Südabə, buyurun, efirdəsiz, söz sizdə. Hər vaxtınız xeyirli olsun. Bugün Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə sosial, iqtisadi və digər sahələrdə müxtəlif məsələlər, qanun layihələrinin müzakirəsi salınmışdı. Amma parlamentin bugünkü iclası ən mühüm məsələ Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrinin dayandırılması barədə qərarın qəbul olunması idi. Qeyd edək ki, qəbul olunan qərara əsasən Milli Məclisin Avropa İttifaqı Azərbaycan Parlamenti Əməkdaşlıq Komitəsində iştirakına son qoyulur. Avronews Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilata üzvlüyünə xitam verilməsi ilə bağlı prosedurlara başlandı və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronews Parlament Assambleyasının tədbirlərinə qatılmamalıdır. Məsələ ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarova və millət vəkilləri çıxışlarında təəssüflə qeyd etdilər ki, ölkəmizdə və regionumuzda baş verən proseslərə Avropa Parlamentinin yanaşmalarında mövcud olan problemlər böyük narazılıq və narahatlıq doğurur və bu proses uzun illərdir davam edir. Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qətnamələr birtərəfli və qərəzli xarakter daşıyır, ikili standartlara əsaslanır. Bu sənədlər real vəziyyəti əks etdirmir və çox vaxt Azərbaycanın qanuni maraqlarını pozmağa yönəlir. Avropa Parlamentinin bu fəaliyyəti sistemli xarakter daşıyır. Avropa demokratiyasını təmsil etmək iddiasında olan bu qurum Azərbaycana qarşı fəaliyyətlə məşğul olan lobby qruplarını və müxtəlif maraq dairələrinin əlində alətə çevrilir. Millət vəkilləri müzakirələr zamanı xüsusilə bu məqamlara toxundular və Milli Məclis Avropa Parlamentinin dövlətimizə qarşı qərəzli fəaliyyətinə əsassız qala bilməz dedilər və şübhəsiz ki, bu məsələ barəsində qəti mövqelərini bildirdilər. Qeyd edək ki, bugünkü iclasa qeyd etdiyimiz kimi müxtəlif məsələlər, iqtisadi, sosial və digər sahələrdə yeni qanun layihələrinin, eyni zamanda müxtəlif əlavə və digər dəyişikliklərin olunması ilə bağlı sənədlər də daxildir. Onların da müzakirəsi aparılır və qanun layihələri səs vermə ilə qəbul olunur. Bizim bu saata çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük. Çox sağ olun, ətraflı məlumatlar üçün təşəkkürlər. Bir daha xatırladım ki, hörmətli tamaşaçılar, bizimlə birbaşa bağlantıda əməkdaşımız Südabə Cahangirli idi.